Salman Farsi Peyğəmbər sahabəsidir. Bir gün Salman Farsi ilə sahabələrdən biri arasında mübahisə baş verdi. Həmin şəxs Salman Farsiyə qayıt dedi ki, mən əntə, sən kimsən? Bəzən bu sual bizə deyiləndə, bax, təkəbbürlük bunun qarşısında yaranır. Burada gərək özü tutub saxlaya biləsən. Görürsən, biri ilə mübahisə edirsən, deyir, sən kimsən axı? O zaman içində başlayır qıcıqlanmağa ki, gör bu mənə ne deyir, bu kimdir mənə belə deyir. Mən filanam, biraz üstünə qoysan, özü başlayırsan, şişirirsən, eləyirsən dağ. Salmana deyir ki, sən kimsən? Mən ərəbəm, əşirətim bəlli, fəxr edəcəyim yer bəlli. Sən kimsən, sən əcəmsən. Sən nə atan yox burada, anan yox burada, qardaşın yox, qohumun yox, əşirətin yox. Qərib adamsan burada, kimsən sən? Salman dedi, ənə ibnil İslam. Mən İslamın övladıyam, mən bir müsəlmanam. Sənə və mənə gəlincə deyir, hər ikimizin əvvəli nutfətin qadirə, murdar nütfədir. İkimizin də əvvəli bundandır, ikimiz də bundan yaranmışıq. Və əmmə əxiri və əxirukə fəcifətun muntinə. Səninlə mənim hər ikimizin sonu da murdar birləşdi. İkimiz də öləcəyik, meyit olacaq, pis qoxu gələcək bizdən, ən yaxınlarımız belə bizə yaxın duranmayacaqlar, aparıb biz basıracaqlar ki, iyimiz, qoxumuz ətrafa yayılmasın. Sənin də, mənim də əvvəlim murdar bir nütfədir. Sənin də, mənim də sonum murdar bir cifədir, murdar bir meyyiddir, leşdir. Sonra deyir ki, elə ki, deyir, qiyamət günü əməl tərəzzisi quruldu. Orada kimin əməli ağır gələcəksə, şərəfli odur, hörmətli odur. Kimin əməli yüngül gələcəksə, deyir, pis insan, nöqsanlı insan, qüsurlu insan odur.